Salam, hörmətli tədbir iştirakçıları. İlk öncə hər birinizdən xahiş edirəm, ümumilli liderimiz Heydər Əliyevin və cəmi şəhidlərimizin ruhunu bir dəqiqə burada yazır. Allah rəhmət. Çox hörmətli həmkarlar, dostlar. Bugün 23 iyun 2026-cı il biz yenidən sizinlə görüşə yığışmışıq. Düşünürəm ki, bizim bugünkü tədbirimizdə ötən günkü tədbir kimi daha maraqlı olacaq. Düşünürəm ki, bugünkü tədbirimiz onunla üstün keçəcək. Çünki mən özüm də İsmail haqqında, İsmailin tarixi, mədəni abidələri haqqında bilmədiyim məqamlarla rastlaşdım. Hesab edirəm ki, əlaqəhələr bilmədiklərimiz də var. Eyni zamanda bundan sonra, tədbirimizdən sonra biz davamlı münasibətlərimizi quracağıq. Biz İsmailliyə gələn turistlərlə gələcəkdə nə cür əlaqələr quracağımızı, tarix abidələrimizi, onlara necə təqdim edəcəyimizi bir daha müzakirə edib, dəqiqləşdirəcəyik. Hesab edirəm ki, istəyirəm ki, bugünkü tədbirimizdə hər birimiz daha fəal olaq. Kimin nə təşrifi olarsa, mədəniyyətimiz haqqında, ümumiyyətlə Azərbaycanda baş verən son illərki mədəni hadisələr barədə müzakirələr aparaq. Siz bayaq müəllim də çox düzgün qeyd elədi ki, Qarabağda bugün çox quruculuq işləri aparılır, maddi mədəni abidələrimizin bərpası baş verir. Çünki təbii ki, 30 il işğal altında qalan torpaqlarımızda olan abidələrimiz düşmən tərəfindən yağmalanmışdır, zəbt edilmişdir. Qarabağdakı o Bülbülün, Natəvanın, orada Xanşunskinin heykəllərini hətta aparıb Gürcüstana satırdılar. Biz onları alıb gətirib 30 il burada Azərbaycanda qoruyandan sonra təkrar torpaqlarımızı aldıq və o abidələrimizi qaytarıb öz yerlərində uzatdıq. O heykəllər güllələnmiş heykəllərdir. Hətta görürsünüz ki, bəzən düşmən bizim canlı insanlarımızdan kifayətlənmir, bizim tariximizi də gülləvarana tuturlar. Amma görürsünüz ki, bəzən tariximizin qoyduğu ənənə, irs əbədidir. İnsan əbədi deyil, amma insanların qəhrəmanlığı gördüyü işlər əbədidir. Bu 2-ci Qarabağ müharibəsində özümüzdə bilirik ki, Azərbaycan komandamız İlham Əliyevə rəhbərliyi ilə bizim müzəffər ordumuz torpaqlarımızı 44 günə azad elədi. Biz 21-ci əsrin əsl müharibəsini göstərdik. Düşmənə bizim bu hərbi mədəniyyətidir, döyüş mədəniyyətidir, hər tariximiz olan bir mədəniyyəti də göstərdik biz dünyaya. Azərbaycan qadınlarına yava keçirən düşmən bizim əsgərlərimiz qarşısında utanırdılar, kövrəlirdilər. Özünüz bilirsiniz ki, Laçın bölgəsindən keçərkən kömrükdən bizim əsgərlərimiz erməni uşaqlarına, qadınlarına su verirdi ki, onlar yol gəlirlər, onlara diqqət göstərirlər. Bu, Azərbaycan xalqının, Azərbaycan əsgərinin mədəniyyətidir, yüksəkliyi, böyüklüyüdür. Amma onlar heç vaxt bizim, heç bir insanımıza rəhm eləməmişdir. Biz mədəniyyət deyəndə böyük insanlar, böyük xalqlar mədəni irs qoya bilir. Azərbaycan torpağı tolerant bir torpaqdır. Burada əsrlərlə bütün xalqların mədəniyyətinə, dilinə, dininə, irsinə hörmətlə yanaşılıbdır. Bizim Azərbaycanda kilsələr də, sinagoglar da, qədim Alban abidələrindən tutmuş, bugünkü müasir digər istənilən xalqların abidələri qorunur, saxlanır. Bizim Azərbaycan xalqının mənəvi irsi kimi qorunur.
Qarabağ müharibəsində də Azərbaycanın torpaqları uğrunda milli azlıqlardan olan bizim çox böyük fəxr etdiyimiz qəhrəmanlarımız var. Onlar Azərbaycanın qəhrəmanlarıdır. Biz bu torpaqda böyüyən, yaşayan, yaradan hər bir Azərbaycanlı, bizim hər birimizin qardaş bacılarımızdır. Bu Azərbaycanda heç bir ayrı seçiliş yoxdur, heç kimin dilinə toxunulmur. Bura gələn xarici turistlər də bunu görməlidir ki, burada bütün millətlərin mədəniyyəti hörmətlə qorunub saxlayıb. Ən böyük mədəniyyətdir. Bax, biz bu mədəniyyətimizdə təbliğ eləməliyik. Çünki bizim bir dənə ayaq üstə Füzulidə girəndə bizim ordumuz bir ayaq üstə günə yox idi ki, ona bayraq sancaq. Amma turistin qabağında, sonra o Sum deyilən yanında ermənilərin kilsəsi bu gün orada durur. Ermənilər amma bizim gör, nə qədər tarixi abidələrimizi Yerevanda dağılıb, məhv elədilər. İndi yenə biz prezidentimiz, Ermənistanın müasir prezidenti, prezidenti də artıq erməni xalqı da başa düşür ki, bunlar başqalarının əlində bugünə kimi basit oldular, artıq danışıqlar təbii ki gedir. Biz nə olar bir yana gedənliyinə, biz bir yana qonşuluq əsnasında artıq münasibətlər qurulur. İnanırıq ki, biz amma nə qədər erməni ilə bizim münasibətlərimiz olsa, tək erməni deyil, digər qonşu ölkələrdən də bizim müstəqilliyimizi qısqananlar var. Açıq deyil, qonşu İranda bizim 45 milyondan çox Azərbaycanlımız yaşayır, onların mədəniyyətinə də təcavüz olunur, dilinə də, dininə bəzən deyən nazıqları gəlir, amma doğrudan da belədir. Bir o boylu xalqın bir dənə məktəbi yoxdur. Öz dilində danışan nə qədər orada bizim Azərbaycanlı ziyalılarımızı məhv elədilər. 44 günlük Qarabağ müharibəsində 15 gün bizi ləngitdilər. Biz 44 günə yox, daha tez. 25 günə biz torpaqlarımızı azad edəcəkdik. İrandan sərhəddi keçib bizim orduları kəsə yolunu bağladı, ləngitdilər, bəhanədilər. Oradakı Azərbaycanlı, bizim milli Azərbaycan insanlar töküldü tanklarını, onların qabağının qarşısını aldı. Yəni, amma buna baxmayaraq biz yenə ölkəmiz olaraq humanist toxunuruq, bu siyasi məsələdir, mən burada indi yer gəlmişkən toxunuram. Amma baxmayaraq ki, bugün İranla Amerikanın İrana təcavüzünü də biz pislədiyik, çünki başqa bir xalqın dövlətin ərazisinə təcavüz eləmək düz deyil. O İran xalqının öz daxili işidir, orada baş verən hadisələri də İran xalqı özü qaydaya qoyacaq. Yəni, düşünürəm ki, imperialist güclər, imperialist qüvvələr artıq dünyada başa düşməlidir ki, dünya çox inkişaf edib, müasir silahlar çıxıb, heç kim artıq kiminsə torpağını işğal edə bilməyəcək. Bu da bizə əsas verir, inanırıq ki, bundan sonra bizim ordumuz da çox güclənir, daha kimsə gəlib, hardansa bizim tarixi abidələrimiz, insanlarımızı tutub, dağıda bilməyəcək. Bu çox gözəl bir haldır. Bizim qəhrəman xalqımız getdikcə böyük əsrlərlə yaratdığı devləti, bugün də növbəti bir devlətini yenə inkişaf elətdirir. Müstəqil Azərbaycan Respublikasını, Müstəqil Azərbaycan Respublikasının inkişafına, ucalmağına bizim hər birimizin üzərimizə məsuliyyət düşür. Çünki böyük müstəqil dövlət olanın bütün sahədə insanları fəal olmalıdır. Bura gələn, xaricdən gələn insanlar çox hər tərəfli yetişmiş, deyərdim ki, helmi çox olan, bizim insanlarımızda məişət helmi yüksəkdir, amma siyasi helm azdır, diplomatik helm azdır. Məişət səviyyəsinə düşünməmək, dövlət səviyyəsinə düşünmək, dövlətimizin rifahı düzəldikcə insanlarımız da rifahı düzələcək. İndi mənim İsmail haqqında bilgilərimi biraz azdır. O baxımdan istəyirəm ki, burada əyləşən bizim dəyərli ziyalılarımız hər zaman bu xanım bəy bərabərliyinə bizdə riayət olunur. O qədər əvvəl deyirdik ki, o gender bərabərliyi məsələsini qaldırırdıq. Artıq indi bizdə xanımlar gender bərabərliyinin kursunda, kişilərimiz də üstəlik, bizim Azərbaycan xanımları hər zaman istedadlıdır. Biz niyə bu qədər gücləndik? Çünki artıq bizim xanımlarımız da bu quruculuqda iştirak elədilər. Ölkəmizin bütün ətraflı, bütün sahələrində
Hətta hər bir də artıq polisdə bizim xanımlarımız öz zəhmətlərini ortaya qoyublar. Azərbaycan xanımları böyük əsrlərin tarixən böyük xanımlar var, adlarını çəkmirəm, siz bilirsiniz. Ona görə də inanıram ki, burada da sizin xanımlarımız da bu tədbir, bu məsələyə qoşulacaq. Bu rayonlar öz işləri ilə bağlı, öz görəcək, qarşıda qoyduqları məqsədlə bağlı öz fikirlərini bildirəcək. Bir də iş olan yerdə qüsur da olur. İndi qüsurlarımızla danışaq, qaydada öz qüsurlarımızla fikirləşək, həll edək. İndi mənim fikirlərim bu qədər və Dəyərli tədqiqatçılar, mən də bir daha hepinizi salamlayıram. Əslində mən ilk çıxışımda qeyd etmişdim ki, bizim mərkəz olaraq biz 3 istiqamətdə iş aparırıq və bu istiqamətlərdən biri də məhz bizim göstərdiyimiz xidmətlərdir. Bizdə mərkəzdə demək olar bir neçə istiqamətdə xidmətlərimiz vardır və eyni zamanda bu xidmətlərə gələn belə deyək, daha çox bizim uşaqlardakı hansı ki, beneficiarlardır. Biz bu uşaqlarla vaxtaşırı belə deyək, müxtəlif istiqamətdə maarifləndirici tədbirlər həyata keçirdik. Məsələn, və milli və vətənpərvərlik yolunda və ekskursiyalar təşkil edirik. Eyni zamanda bu yaxınlarda İsmailli Tarix Muzeyində olmuşuq və uşaqlarımızın, məktəblərimizin öz tariximizi, İsmailimizin tarixini öyrənməsi üçün şərait yaratmışıq. Və eyni zamanda bundan bir neçə il öncə, məsələn, Qızıl Payız adlı ekskursiya təşkil etmişik uşaqlar seçimi içərisində. Həm belə deyək ki, daha səmərəli keçirir, həm rayonun gəzməli, görməli yerlərini, tarix abidələrini ziyarət edirlər. Əslində mən çıxışımı çox uzatmaq istəmirəm, sadəcə olaraq bir təklif sürmək istədim. Biz həmin beneficiarlar, məsələn, indi yay tətili gəlir, bilirsiniz, uşaqlar artıq vaxtlarının çox vaxt belə deyək, keçiriləcəklər və uşaqların vaxtlarının daha səmərəli keçməsi üçün biz istərdik ki, burada bizim mədəniyyət işçilərimiz əyləşibdir. Onlara belə bir təklif sürək ki, yaxşı olar ki, biz uşaqlarımızdan ibarət bir qrup toplayanda sizə müraciət edəyəksiniz, biz üçün həmin o şəraiti yaradasınız, biz uşaqlarımızı həmin belə deyək, tarixi abidələri görməsinə, daha yaxından görməsinə, ola bilsin onlar onu dərs prosesində öz müəllimlərindən eşidirlər. Amma belə daha canlı görmək uşaqlar üçün çox mənə görə faydalı olardı. Yenə işdə dediyim kimi, bir Azərbaycanlı vətəndaş olaraq hər birimizin borcumuzdur ki, birinci öz tariximizi bilək, öz belə deyək, vətənimizi yaxşı tanıyaq və vətənini mənə elə gəlir, yaxşı tanıyan insan onu qorumağa da bacaracaq. Çünki insan özünə məxsus olan bir şey bilir ki, qorundur və onu qorumağa da cəhd göstərir. Mən istərdim ki, gələcəkdə ekskursiyaların təşkil olunması üçün uşaqlar elə bu yaydan başlayaraq bizə dəstək olsunlar bizim əməkdaşlarımız. Çox yaxşı, çox düzgün təklifdir. Bizim özümüzə də Bakıda görürsən, İqtisad Müəllimlərində də aydınlıqdan belə yay düşərgələri təşkil olunur. Bizə deyirlər ki, 5 nəfər bununla uşaqlar verin. Tərif yerlərdə yay düşərgələrində iştirak edirlər, bəzilərində təşkil edirlər. Sizlərlə əlaqələrimizi bir-birinə götürərək, lazım olanda mən deyərəm, buradakı uşaqlardan da cəlb edəyəm. Bizim beneficiarlar olarlar, çox yaxşı olur. Söz verdiyinizə görə təşəkkürümü bildirirəm. Kəmalə xanımın fikrinə belə bir aydınlıq gətirim ki, biz mədəniyyət işçiləri olaraq, mədəni irsin nümayəndələri olaraq demək olar ki, il ərzində çox sayılı tədbirlər keçmişik. Məktəblərlə, daha aktiv uşaqlarla, çox sayılı kollec tələbələri ilə, peşə məktəbi tələbələri ilə çox sayılı tədbirlər keçmişik mədəni irsimizin təbliğ baxımından. Hətta ekskursiya təşkil olunur. Mən şəxsən öz, belə deyək də, əvvəlcədən tutduğum iş planından getmirəm. Çünki hər hansısa bir tədbiri planlaşdırmaq, əvvəlcədən neçə ay qabağından onu planlaşdırıb, gətirib, reallaşdırmaq biraz çətin olur. Bir də görürsünüz ki, arzular yarımçıq qalır. Mən tədbirləri adətən çalışıram ki, bizdə mərkəzləşdirilmiş kitabxana sisteminin müdürü var, Rokan müəllim, deyir ki, Samir müəllimlə bizim tədbirimiz 15 dəqiqənin içində başlayır. 15 dəqiqənin içində bir dərnəsə reallaşır. Əslində qalsa, o sizin təşkilini mən gəlib sizə təşkil edəcəkdim. Sadəcə olaraq nəyə görə ləngidirəm? Mən şəxsən, bəzən sual olur ki, həkimlərin turizmə nə aidiyyəti var? Xeyr, həkimlərin də turizmə ehtiyacları var və hətta mədəni irsimizin qorunmasında həkimlərin də böyük rolu olmalıdır ki, ola bilər hansısa bir abidənin ətrafında elə bir xəstəlik ola bilər ki, orada mütləq həkim iştirakı məcburdur. Bu cür
uşaqlar ki, gəlirlər, onların hamısının içərisində həkimlər, mədəniyyət işçiləri, fotoqrafından tutmuş hər şey gəlir. Çünki ehtiyac olanda ona tibbi yardım da göstərməyə və yaxud da ehtiyac olanda hansısa bir xidmətlər göstərməyə. Mən bir neçə gün bundan qabaq planlaşdırmışam, hələ heç kim məlumatı yox idi, mən özümdə saxlamışdım. İnklüziv turizm, misal üçün inklüziv uşaqların, yəni ki, əlilliyi olan uşaqların hansısa bir abidə ətrafına aparılması, ekskursiya kimi təşkil olunmasını reallaşdırmaq istəyəcəm. İndi sizin fikriniz də çox gözəldir. Bizdə təəssüflər olsun ki, əsas tarixi abidələrimiz, görməli yerlərimiz rayon ərazisindən çox kənardır. Yəni, biz bəzən uşaqları həmin abidəyə aparmağa qorxuruq. Yəni, nəyə görə qorxuruq? Çünki bu qabaqlar biz peşə məktəbinin tələbələrini apardıq Cavanşir qalasına. Haradasa Şahdağ Milli Parkın ərazisində giriş qadağandır. Yəni, maşın orada salmaq qadağandır. Mən xahiş elədim, heç bir rüsum ödənmədən, biz hardasa bir 2 kilometr irəlilədik. Ancaq 2 kilometrə qədər yeri biz piyada getməli olduq. Hətta hava elə bir pis dəyişdi həmin momentdə biz orada olanda ki, mən qorxdum, uşaqları qoymadım Cavanşirə. Uşaqlar maraqlı idi ki, çıxsınlar qalaya. Mən ona imkan şərait yaratmadım ki, hər hansısa bir hadisə baş verər. Yox, bizə mane olmurlar. Sadəcə olaraq insanların maşın salmağına, qoruq ərazisi ki, ora ekologiya ərazisidir, ekologiya təbii sərvətlər ərazisidir. Sadəcə olaraq biz əməkdaşlıq elədiyimiz üçün bizim hansısa bir işimizə onlar maneçilik törətmir. Bilir ki, biz onu dağıtmağa yox, hansısa bir təbliğat xarakterli gedirik. Ona görə bəzən biz, o sizin dediyiniz fikir, mən neçə gündür onu beynimdə reallaşdırıram ki, görəsən, bax, misal üçün, inklüziv uşaqları biz hansı abidə yaxın əraziyə də apara bilərik. Çünki orada çay gedir, biz çayda o uşaqları tələskə ilə keçirdənməliyik, mümkün deyil. Ona görə belə eləyə bilərik ki, mən təklifimizə qarşılıq kimi belə verə bilərəm ki, imkan olarsa, biz dost mərkəzi ilə də Kamran müəllimlə əlaqə saxlayıb mən o fikrimi bildirəcəm. O tədbiri biz 3 illiyə reallaşdırarıq. Sonra Baskal qoruğunu ziyarət kimi, ekskursiya kimi Baskal qoruğuna həm uşaqları apararıq. Baskal qoruğu da bizdən olsun ki, Turizm Agentliyinin tabesində olan bir obyektdir. Orada da bilet satışı var. O bilet məsələsində mən özüm xahiş edərəm. Yəni bilet satışı da orada bizdən bilet kullanılmaz. Bir şey əlavə Samir, məsələ biz dost xidməti ilə də əməkdaşlıq edirik. Bilirəm. Əlillər günündə biz məsələ edirəm, həm xüsusi qayğıya ehtiyac olan uşaqları, əlillərin, təhsil uşaq deyil də, orada apardıq, yəni ekskursiya xarakterli oldu. Amma Baskıranın özündə olmaz. Bizdə biraz nəqliyyat problemi yaranır. Əgər dost xidməti də bizə öz şəxsi avtobuslarını ayırarlarsa, lap gözəl olar. Əslində qalsa bizdə də o problem var. Biz əmək haqqından başqa heç nəyimiz yoxdur. Yəni, sözün düzünə qalanda əmək haqqından başqa heç nəyimiz yoxdur. Mən də xahiş edərəm Kamran müəllimdən ki, çünki mən bildiyimdən Kamran müəllimdən 2-3 gün bundan qabaq görüşmüşük. İkinci avtobusu verilir onlara, yəni dost xidmətinə. Xahiş edərəm ki, yəni o köməkliyi, indi Dəfə xanım da xahiş edər mənimlə bərabər, o köməkliyi göstərərlər. Hətta mən orada Baskal qoruğunu vurğuladım. Baskal qoruğuna yaxın bizim Xan qalamız var. Düzdür, çox elə böyük bir ərazisi qalmayıb. Ancaq qala kimi qorunurdu. O da yola yaxın olduğu üçün həm Baskal qoruğunu, həm Xan qalasını ziyarət edərik. Bu köməkliyi mən çalışaram ki, bir də bizim şeydən verim. Demək, avqustda bilirsiniz ki, milli kino günüdür, səhvləmirəmsə. Biz keçən illərdə də bir qrup uşaqlarla, İsmailin fəal uşaqları ilə Boynuz kəndində oldu, Öcəyana filminin çəkilişi ilə bağlı. O həmin məkanı uşaqlar getdilər, yerində belə deyək, ekskursiya etdilər. İndi də biz Dolu filminin çəkildiyi kəndə, bizim də Alacıq kəndə. Dolu filmi müxtəlif kəndlərdə olur. Amma yəni müəyyən əsas hissəsi, ən böyük hissəsi Müdürü kəndində olub, ona biraz gediş gəlir. Amma Sunalı kəndi ikinci sahibində. Orada da olur, bəli. Əgər imkan olarsa, elə milli kino günündə. Belə də eləmək olar ki, bizim mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq zalı var. Orada bir kino filmi izləməyə şərait olar. Çox sevinərik ki, yəni doğrudan da əməkdaşlarımız, indi çox sağ olsun Şahin müəllim ki, bizim əməkdaşlarımızı bu gün biraz da istiləşdirdi. Biz də sevinərik. Valla mən yəni ki, bəlkə də bizim regionda 14 dənə rayon əhatə edib və qurguladığım kimi ən çox tədbir keçirilən rayondur. Elə olur ki, yox, indi sizin mərkəzdə ilk dəfə idi. Elə olur ki, təsəvvür ediyin, bir ayın içində baxırlar ki, 35 dənə tədbir var. Deyir ki, bu nə oldu deyə, 20 gün bunlar işləyiblər, 35 dənə tədbir keçirdilər.
Sadəcə olaraq mən şəkil xəttindən tədbir istəmirəm. Yəni ki, hansısa bir şəkil gedək, orada şəkil gedək, onu istəmirəm. Mən həmişə çalışıram ki, tədbirin mahiyyəti insanlar başa düşsün. Hətta 1-2 il bundan qabaq biz Uşaq Gənclər İnkişaf Mərkəzindən Quramın xanıma xahiş elədim. Uşaqlarımızı biz 41-45 abidəsinə, Vətən müharibəsi abidəsinə apardıq. İnanırsınız, mənə neçə də valideyn zəng elədi ki, o hardadır. Halbuki yanından bəlkə 50 dəfə keçib, o tərəfə Şəhidlər Xiyabanına gedəndə Şəhidlər Xiyabanının yanında. 50 dəfə keçib, o məlumatı yox idi ki, o abidə nə abidəsidir. Zəng eləyiblər ki, nə yaxşı bizim uşaqları ora aparır. Bizdə bir dənə pis cəhət odur ki, əsas abidələrimiz rayondan çox kənarda yerləşir. Və Əlahir mənim də vurguladığı kimi 2074 kvadrat kilometri biz 5 əməkdaş tərəfindən qoruya bilirik. Yəni, çox çətinliyimiz var. O baxımdan çox çətinliyimiz var. Hətta biz cibimizin pulu ilə bukletlər çap edirik, bəzən tədbirlərdə biz onu nümayiş elətdiririk. Eləyə bilmirik, ancaq nümayiş elətdiririk ki, insanlar başa düşsün ki, irs nə deməkdir. Mədəniyyət Nazirliyi tərəfindən çox gözəl bir layihə hal-hazırda həyata keçirilir. İrsin dostu ol layihəsi. Orada hətta e-mail də qoyublar ki, kim istəyirsə 18-35 yaşlı şəxslər müraciət eləsin, könüllülük fəaliyyəti ilə bağlı məşğul olsunlar. Bəlkə də gələcəkdə onların işlə təmin olmasına da yardımcı olacaq. Mən onu paylaşanda neçə dənə adam, yəni ki, İsmail'dan mənə müraciət etdi ki, deyir ki, özünüzə niyə torba tikirsiniz də, onu qoyursunuz, sabahsın yerinizə kadr qoyur. Mənim yerimə kadr gəlməlidir də. Mən bugün ta ki, kimsə dayanmır ki, işte, sabah insan yaşlaşır, çıxır, onun yerindən kimsə gəlməlidir. O ərazi dediniz, bu qədər ərazidə 5 nəfər nəzarət edir. İndi o ərazidəki obyektlərin kim qoruyor, necə qoruyor? Ərazidə obyektləri biz mütəmadi olaraq kənd icra nümayəndələri, yerli bələdiyyələr, hətta elə olur ki, kənd sakinləri ilə indi onlar da hər dəfə bizə köməkliyi göstərə bilmirlər, nəyə görə? Misal üçün bir dənə şəkil lazım olur, təcili. Bizdən gelib xahiş edirik, bəzən deyir ki, mən rayondayam. İcra nümayəndəsində deyir rayondayam, məşğuliyət direktorda deyir rayondayam. Məcburuq ki, biz tezbazar özümüz hansısa bir əməkdaş gelib o obyektin şəkillərin hansısa bir koordinatını götürə bilsin. Çünki çox çətindir. Bəzən olur ki, kənddə yaşayır, deyir ki, mənə hansısa bir kontur bıraksan, deyirik, başlıca eləyərik. Yəni, çünki o da bizə kömək eləsindir. Mən 2 gün bundan qabaq bir kəndə idim. Mən getdim kəndə, əlavə işlə yoxdur. Mən getdim kəndə, çayda sel olduğu üçün həmin gün məcbur oldum, kimin evində xahiş elədim, qaldım. Halbuki saxlamayalım bilərdilər, qalardım küçənin ortasında gezən. Demək, həmin gün məni qonaq kimi saxladılar ki, qaldılar. Çünki çayda körpü yoxdur, sel gəlir, mən də qayda bilmirəm. Düzdür, o bizim üçün çox çətinlik yaradır, çünki səhərsin... Sayın bilirsiniz abidələrin bu? Bəli. Təxminən nə qədər? Təxminən mən yenə də bəyan edeyim kimi 250-yə yaxın İsmail rayonunda Tarixmədəniyyət abidəsi var. Onun 70 abidəsi bizim... Daşınmaz abidələr var. Daşınmaz Tarixmədəniyyət abidəsi. Əsas 200... Biz daşınmaz Tarixmədəniyyət abidəsi. Daşınan abidələrdə, muzeylərdə? Muzeylərdə deyək. İşte bəzən elə olur ki, insanlar fikirləşir ki, abidə, yəni dünən də vurgulamışdım o sözü. Ancaq gördüyümüz daş, divar və yaxud da nələrimiz. Bugün bizim kitab abidələrimiz var, sənəd abidələrimiz var ki, hansısa qorunan sənəd abidələr var ki, arxivlərdə qorunur. Onlar da tarix mədəniyyət abidələr siyasına aid olan, irsimizə aid olan bir eksponatlardır. Sadəcə olaraq insanlara biraz onu düzgün formada izah eləmək lazımdır. Biz də çalışırıq görüşlərimizi, hətta 2-3 gün bundan qabaq biz din xadimləri ilə bir tədbir keçirdik, şəhər salımı ilə bağlı. Və bizim yerli orqanlardan birinin nümayəndəsi tədbirin sonunda mənə deyir ki, mən burada niyə iştirak edirəm? Deyirəm ki, siz tədbir tutardı, siz bilmədiniz, burada niyə iştirak edirsiniz? Deyir ki, valla deyir, iştirak elədiyimin doğrudan da mahiyyətini başa düşmədim. Tarix mədəniyyət abidələrinin ərazisində hər hansısa bir fəaliyyət göstərəndə mütləq dövlət xidməti razılıq olmalıdır, razılıq məşğul olmalıdır. Bugün, tutaq ki, məscidin ərazisidir, insanlar elə bilir ki, biz ancaq o məscidi qoruyuruq, onun ərazisinin bizə aidiyyəti yoxdur. Tutaq ki, müraciət edir ki, şəhər sovetinə, yerli bələdiyyələrə və yaxud da kənd bələdiyyələrinə ki, mən orada bir dənə, üzr istəyirəm, sanız elçikablarım, düşən ki, işlər onun təkimlə icazanı alsın. Ancaq səhv edir ki, biz onun Nazirlər Kabineti, abidələr Nazirlər Kabinetinin qərarı ilə qorunur. Biz Mədəniyyət Nazirliyi yanında olan qurum kimi birbaşa Nazirlər Kabinetinin qərarına əsasən iş görürük. Bugün unudurlar ki, insanlar,
hətta bəzi dövlət qurumları ki, Nazirlər Kabinetinin qərarı ilə işlənən bir qurumun demək razılığı olmalıdır. Bütün qanunlarda qeyd olunur ki, aidiyyəti icra nümayəndə, icra hakimiyyəti orqanı. Bəzən elə bilirlər ki, o aidiyyəti icra hakimiyyəti orqanı ta ki, misal üçün demək, İsmail'də şəkildə olan icra başçısından gedir söhbət. Yəni orada o sözü vurğunu tutmurlar ki, aidiyyəti icra hakimiyyəti orqanı kimi yerlərdə bizlərik. Tutaq ki, kitabxanaya aiddirsə yerlərdə mədəniyyət idarəsidir, musiqiyə aiddirsə yenə mədəniyyət idarəsidir. Mən dünənki tədbirdə yadımdan çıxdı, qeyd eləmədim. Bizim burada qalereyamızın da, dövlət qalereyasının da nümayəndələri iştirak edir tədbirimizdə. Onlara da təşəkkürümü bildirirəm, tədbirdə iştirak edirlər. Biraz saxlayarsınız siz. Narahat olun. Bu Nazimə söz verir. Hər birinizə müqəddəs salamlayıram. Sizi xoş görmüşük mərkəzimizdə. Ümid edirəm ki, tədbir sizin gözləntilərinizi qarşılayacaq şəkildə həyata keçmişdir. Mən də istəyirəm birazcıq öz sahimlə əlaqəli olaraqdan, həmçinin də məhkumumuzdan kənara çıxmayaraqdan bir neçə fikrimi ifadə edeyim. Mənim fikrimcə iş sahələrində, iş müəssisələrində biz bilirik ki, hər birimizin müəyyən öhdəlikləri, müəyyən səlahiyyətləri vardır. Lakin iş mühitinin yorğunluğu ilə yanaşı bizim öz həyatımızda da yaşadığımız məsuliyyətlərimiz, olduğumuz bir ailələr vardır ki, hansı ki, həmin ailələr bizdən müəyyən şəkildə gözləntilər içərisində olurlar və biz çalışırıq ki, işimizlə yanaşı, məsuliyyətlərimizlə yanaşı o gözləntiləri də qarşılayaq. Lakin mən düşünürəm ki, bu qədər qarmaqarışıqlığın içərisində insan birazcık da özünə vaxt ayırmalı, özünü dinləməyi və həmçində özü ilə birlikdə təşk almağı bacarmalıdır. Mən tövsiyə edərdim ki, iş müəssisələrinin ümumiyyətlə illik, həftəlik planları olur ki, hansı ki, öncədən göndərilir. Bunların içərisində də daxil müəyyən tədbirlər, müəyyən layihələr. Bununla yanaşı həmçində işçilərin öz psixologiyasının, öz psixoloji rifahının qorunması üçün də bəzi burada psixoloji kampaniya həyata keçirilməsi çox gözəl olar. Mən demirəm ki, bunlar hər ay keçirilsin ya da hər gün elə işi bir kənara qoyaq, özümüzə vaxt ayıraq. Belə bir şeylər tövsiyə etmirəm təbii ki. Ancaq 3 aydan bir də olsa ən azı psixoloji kampaniya təşkil edilərəkdən işçilərin də rifahının qorunması, həmçinin onlara da belə bir dəyərin göstərilməsi, mən düşünürəm ki, iş sektorunda olan hər bir kəs üçün çox xoş olar. Bizdə təməldən olaraqdan, yəni dünyaya gəldiyimiz ölkədən belə bir şey miras qalmışdır ki, daim vətənpərvər olmaqla yanaşı, həmçində qonaqpərvər olmağı bacarmalıyıq. İndi sual versəm xüsusilə də xanımlarımıza, hamının evində ən azı bir 90 parçalıq, bir 100 parçalıq qazan dəstəri, qab dəstəri vardır ki, hansı ki, alınır ki, bunlar hər bir gün qonaq gələndə çıxardaram, istifadə edərəm. Yəni, qonağa verdiyimiz dəyər bizim ən azı, ən kiçik bir formada özünü buradan biruzə verir. Lakin biz bununla yanaşı özümüzü də gözləməliyik, özümüzü də qeydimizdə qalmalıyıq. Bunu da biz tələb etmədikdən sonra təbii ki, heç kim bunu bizə qarşı edəsi deyil. İş yerlərində insanlara dəyərin verilməsi də məhz buradan başlayır ki, iş yerində olan, çalışan işçilərə dəyər verildikdən sonra artıq həmin işçilər də öz gördükləri işə daha məsuliyyətli, daha ürəkdən, daha səmimi şəkildə yanaşır. Bəzilərimiz burada günləri gördükləri işdən artıq o qədər sıxılıbdılar ki, hər gün bəlkə də işə bir bəhanə, bir kiçik də olsa bir motivasiya taparaqdan gəlməyə çalışırlar ki, bu günləri ən azından işdən çıxmayım, çünki mən ay sonunda maaş alacağım, o maaşla mənim müəyyən problemlərim var. Lakin heç kim istəməz ki, bu əksik ruhla öz işinə gəlsin, öz işini icra etsin. Halbuki iş sektorunda olan həmin o müdürlərin bir vəzifəsi də budur ki, işin əhəmiyyətini qorumaqla yanaşı işçilərin də rifahını gözləməlidirlər. Ona görə də mən tövsiyə edərdim ki, çox qısa bir şəkildə psixoloji kampaniyanın təşkil olunması, işçilərin bir-biri ilə olan o şəxsi münasibətlərinin daha da artırılması, həmçinin müdürlə birazcıq daha gəzməyə çıxmağın, müdürlə daha səmimi bir ortamda olmağın da məncə öz əyləncəsi fərqli şəkildədir. Belə bir tövsiyələrim vardır. Təbii ki, hər bir şeyin başında biz deyirik ki, özümüzə dəyər vermək, özümüzün qayğımıza qalmaq hər şeydən çox önəmlidir. Çünki özümüzə dəyər vermədiyimiz zaman artıq biz digər insanları da sevə bilmərik, həmin insanlara da öz sevgimizi göstərə bilmərik. Ona görə də çalışaq birinci özümüzü sevək, özümüzün öz rifahımızın qayğısına qalaq. Həmçinin tarixən də bizə öyrədilən şey budur ki, daim kənar şəxsləri, daim qonağı,
daim xarici ölkədən gələn bir işçi ilə Azərbaycanda olan bir işçinin arasında nə qədər fərqlər qoyulduğunu biz təbii ki, öz gözlərimizdən görmüşük. Bu tarixdən bizə miras qalan bir şeydir. Ən kiçik bir variantı, məsələn, düşməcə müqaviləsi ilə Azərbaycana köçürülən müxtəlif etnotiplərin, müxtəlif xalqların köçürülməsi və həmçinin onlara da Azərbaycanda Rus hökuməti, Sovet hökuməti tərəfindən necə dəyər verildiğinin görülməsi əslində birazcık da bizim içimizdə olan özümüzə qarşı sevginin birazcık da sorğulanmasına gətirib çıxardı. Biz çalışmalıyıq ki, yenə dediyim kimi öz həyatımızda birinci özümüzü düşünək, birinci özümüz öz qeydimizə qalaq, daha sonra isə təbii ki, sonralar. Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun. Çok sağ olun. Ayten xanım deyir ki, psixoloji durumumuz o qədər keyfiyyətli. Ona görə də düşünürəm ki, burayında psixologlar yaxşı iş yaparaq gelir. Bunlar da dediyiniz kimi qarşılaya bilirsiniz. Əvvəlki kimi yox, amma belə yaxşıdır. İstedadlı olan insanlar yaşadılar. Başqa fikir bildirən var mı? Siz bildirin. Bəli. Bilirəm, Ziya xanım. Yəni, çalışırıq ki, İsmaildə yaşayan insanların çox edir. Yəni, mən öz adımdan çalışıram ki, elə işdən əlavə gəzintilər də olsun. Özüm öyrənim ki, kiməsə nəsə də öyrədə bileyim. Yəni, belə. Çağırçı xanım, baxıram ki, siz. Bəli. Biz de size yaklaşık bizim kameraya oturmak burada onların fermanları var. Zümrüt kaldırır, biz de size yaklaşık sinema vereceğiz. Tarih ortada hakkında daha da çok merhametiniz olsun. Öz rayonumuzu daha yaxşı tanıyalım. Çok yaxşı. Hanım, nəticəsi necə? Siz. Gəzlər. Problemler var genel olarak. Başdan, indi başdan. İsmail rayon mərkəzi kitabxana sistemində işləyirəm. Hal-hazırda bizim kitabxana ilə bağlı, işimizlə bağlı daha doğrusu problemlərimiz var. Problem deyəndə ki, imtahanlarla bağlıdır. Hamımız narahat qalmışıq ki, necə olacaq. Hal-hazırda bizə heç bir məlumat verilməyibdir də. Material verilib ki, bunları oxuyun. Materialların əksəriyyətdə işimizlə bağlı deyil, dövlət qanunları iləndir. 5 il belə bir oxuyan adamın işini biz 2 aya necə öyrənib çatdırıb gedib həm də imtahan verə bilərik. Universitet bitirmişsiniz? Yox, kollec bitirdik. Kollec bitirmişsiniz. Tamam edin. Yəni, problemimiz budur. Onun narahatsızlığını yaşayırıq hal-hazırda ki, necə olacaq? Başqa Kitabxanada uşaqlar yararlanır mı? yararlanır, oxucumuz var, düzdür biz Yəni siz kitabların hamısını tanıyırsınız ki, bunu kim yazır və əsəri kim yazır. Orada imtahan götürməyə. İmtihan bugün işi günde kanun vericiliği Həm çox qanunlar danışmış suallar. Ona görə qalmış. Özde kısa müddetleri kanunları için ayın 13'ünden sonra kitabxanaların imtihanıdır. Ona göre biraz heyecanları, Bir oldu, yoxsa başqa özümüz işimizi Siz bilirik hansı kollec yetərincə. çıxdınız? Ağdaş, humanitar kollec. Nə qədər stajınız? 22 il. 23 ildə siz praktika məncə təhsildən yüksək. İşimizlə narahatsızlıq Bəli. deyil də, çox qanunlara görə narahatsızlıq keçirir. Dinləyəcək. Xanım, siz danışırsınız. Bəli, siz harada işləyirsiniz? Mən də mərkəzi sistemdə çalışıram. Qeyd edirəm ki, hal-hazırda problemimiz budur. Ənənəvi sahədə çalışan kitabxanası var ki, necə media sahəsində çalışan işçilərimiz gedəcək. Problem çox çətin səviyyəndə. Hətta deyədim, dövlət bölümü səviyyəsində. Ənənəvi kitabxana nəyə deyirsiniz? Ənənəvi kitabxana Yəni, xarici kitabxana elə keçid dövründəyik hal-hazırda, amma ənənəvi kitabxana odur ki, yəni oxucu kitabxanası münasibəti əyləşəcəkdir. Amma inşallah yaxşı Siz olacaq. təhsiliniz nədir? Mən ali təhsilini Bakı Dövlət Universitetində kitabxanası Başqa fikri olan var mı? Kitabxanacı 2 nəfər danışdı da. Mən də kitabxanasında İstəyirsiniz. Siz də imtahan gözləyirsiniz. Təhsiliniz. Təhsilim kollec tutarım. Yəni oxucu var mı? Gəlirlər kitabxanalara. Var.
Ama galeriyaya dediniz. Siz de Resim. resim galeriyasında tarixi abidələrlə bağlı siz resimler işləsəz, hər biri 250-yə kimi deyək ki, daşınmaz abidələr var da. Gənc rəssamlar, onların hər birinin qarşısına o resimləri qoysanız ki, onu canlandırsın, resim çəksin. Yəni, onu da sonradan buklet şəklində. Tədbirlərdə demək olar ki, şeylər kömək edirlər. Adətən sərgilərdə iştirak alır. Bizdə hər ay, yəni əlamətlər günlər olanda, onunla bağlı rəsmi sərgilər təşkil olunur. Yəni ay ərzində, bizim hansı əlamətlər günlər varsa, onunla bağlı təşkil Peki o olunur. özü İkram müəllim Çox çok gözəl gözəl rəssamdır. Yaxınlarda bizim mərkəzdə bir tədbir oldu. Uşaqların rəsm sərgisi keçirdi. Yəni canlı orada uşaqlara öz Resim ki. Ancaq İşləmək lazımdır. çox hissəsi var. Biz də çıxırıq, tələsini biz də çıxırıq. Döyüşü yaratır. Bilinmədən züyyat olur. Çox hörmətli İsmailli ziyalıların, dəyərli mədəniyyətçiləri, dəyərli şəxslər, sizin hamınıza təşəkkür edirəm ki, milli mədəniyyətimizə, tarix abidələrimizə belə diqqətlə yanaşırsınız, qayğıyla yanaşırsınız. Samir müəllim qeyd elədi ki, ən çox tədbirlərin təşkil olunduğu rayondur İsmailli rayonu. Samir müəllimin çıxışları doğrudan məndə çox xüsusi bir ruh yüksəkliyi yarattı ki, bizim bölgələrimizdə belə şəxsiyyətlərimiz var, belə ziyalılarımız var. İnanın ki, mən sizi ən böyük universitet almış auditoriyalarda da belə çıxışlarınızda dinləməli olan bizim ehtiyac olan tələbələrimiz var. Mən universitetlərdə çox olacağım. Elə olur ki, 10 universitetdə birində layihəsiz eləmişik. Ən büyük universitetlərdə. Amma görürəm ki, orada sizin kimi ziyalıya daha çox ehtiyac var. Cəmana xanım, sizə təşəkkür edirəm. Siz çox belə səliqəli, mədəni, ziyalı, sizin bu Aytən xanıma, hər ikinizə təşəkkür edirəm. Xüsusən sizə ki, bizə bugün burada gözəl tədbir təşkilində dəstək oldunuz. Gözəl fikirlərinizi bildirdiniz. Rəhbərimizə də bizim təşəkkürümüzü çatdırın. Düşünürəm ki, bizim bu tədbir həm də mənim qeyd eləmişkən sizin İsmailli ziyalılarının arasında da bir köprü yaratdı, biraz da qarşılıqlı əməkdaşlıq olunacaq və biz də eyni zamanda qeyri-hökumət təşkilatı olaraq sizlə əməkdaşlıq edəcəyik. Əgər nazirliyə, müxtəlif dairələrə çatdırmaq istədiyiniz fikirləriniz varsa, biz bu məlumatları, fikirlərinizi çatdıracağıq. Biz təşkilat adından deyirsiniz ki, imtahan var. O imtahanın gedişatı ilə bağlı, nəsə bir sizdə gərginlik olsa, narahatçılıq olsa, 20 il, 23 ildir deyirsiniz ki, bu sahədə çalışmışsınız. Qeyri-təşkilatı, hökumət təşkilatı olaraq biz ictimaiyyət nümayəndəsiyik, cənab nazirə də, onun digərçilərinə də sizin həqiqətlərinizi də çatdıra bilərik, çatdıracaq, məktubu qoyacaq. Sizin şikayətiniz olarsa, o məktubu da bizə verəsiniz. Biz verərik ki, yəni bu qədər işlər görürlər. Elə adam var, bəzən təhsili var, amma motivasiyası yoxdur, sevgisi yoxdur. O demək deyir ki, təkcə sən nəyisə əzbərləməlisən, sənin vətən sevgin olmalıdır. Bu elə sahədir ki, mədəniyyət sahəsi. Burada mən deyirəm ki, onun qayğı, sevgi bəzən elmdən də çox vacibdir. Elə insan var ki, hamı qəhrəman idi, hamı döyüşən idi. Qarabağda hamı döyüşür. Bəlkə Mübariz İbrahimovdan çox güclü məlumatlı döyüşkən bilənlər vardı. Amma Mübariz İbrahimovun vətən sevgisi o tarixi qəhrəmanına göstərməyə səy göstərir. Bugün mən buradan açıq deyirəm, bir yəqin ki, məni eşidəcəklər, dinləyəcəklər bizim yuxarıda olan şəxslər. Mən təşkil edirəm ki, bu imtahanı götürərkən bu insanların mənəvi keyfiyyətlərinə də fikir vermək lazımdır. Vətən sevgisinə fikir vermək lazımdır. Bu insanlar ki, bu işə ürəyin qoyursa, bir yerdə ürəyin qoymursan, sonra o qazanmaq olmaz. Bütün sahələrdə belədir. Ötü deyir ki, böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında diz çökürəm. Təkcə nəyisə əzbərliyib deməklə deyil. Bu rayonlarımıza uzun illərdir xidmət göstərən, cəmaatla ciddi istəyən, iş yaparan insanlarımıza da biz məncə qayğı ilə yanaşmalıyıq. Qeyri-hökumət təşkilatı olaraq eyni zamanda mən yazıçılar verirəm, sahalarımız çıxır, bədii, ictimai sahədə də var, mətbuatda da 90-cı ildən mənim yazılarım, ciddi yazılarım gedir. Bu sahədə də yəqin ki, mən bir nəsə yazıb təqdim edəcəm. İnanıram ki, bizim
Mədəniyyət Nazirliyimiz obyektiv olacaq, bu sizin fəaliyyətinizi qiymətləndirəcək. Amma kiminsə yaşı çatıbsa, dövrü çatıbsa, demirəm ki, özü gənclərimizə də yer verək, gənclərimiz kəndlərimizi, ucqarlarımızı tərk eləməsin. Onlara biz elə şərait yaratmalıyıq ki, bizdən sonra estafeti onlara verməliyik. Sizin də məsləhətləriniz, göstəriciləriniz onlar üçün nümunə olar yəqin ki. Bir daha hamınıza uğurlar, şəxsi həyatınızda, gözəl İsmail'imizdə həmişə günəş xoş çıxsın, aydın olsun vətənimizdə. Arzu edirəm ki, Qarabağa da gedib gələsiniz, o tarixi bizim də əsərlərimizin, qəhrəmanlıqların görəsiniz, o rəssamlarımız, qəhrəmanlarımız haqqında rəsm əsərləri yarasınlar, tarixi yerlərlə bağlı məlumat toplasınlar və ola bilsin ki, orada məşğul olanlar o hansısa tarixi abidənin bərpasını düzgün iş aparmırsa, buradan düzgün bir təşkillər ola bilər, nəyinsə memarlıq çətin bir sahədir. Dağılmış bir memarlığı bərpa eləmək bəlkə düşərlər salmaq qədər ağır bir işdir. Sizin hamınıza uğurlar. Bununla biz bugün bizim İsmailli rayonuna 2 günlük səfərimizdə düşündüyümüz tədbiri yekunlaşdıraq. Amma bundan sonra mən sizi dəvət edirəm. Çay, kofe, şirniyyat süfrəsi arxasında söhbətimizi davam edəkdirir. Buyurun. Şahmandan dəvət etdilər. Yani, bunu elə burada gəlib edeyim. Bayra burada. Çox sevindirici haldır ki, İsmailli rayon İcra Hakimiyyəti tərəfindən İsmailli jurnalı çap olundu. Geniş ictimaiyyət qarşısında da jurnal təqdimatı keçirildi. Hətta təqdimat ikinci dəfədə İsmail Dövlət Peşə Tədris Mərkəzinin tələbələrinin qarşısında keçirildi. Orada da geniş ictimaiyyət nümayəndələri qarşısında. İsmailli jurnalı ilk dəfə olaraq çap olunub. Bəlkə də heç bir region, heç bir zonasında yoxdur. Burada da ən çox məlumat sırf tarixi abidə, İsmail rayonunda yerləşən tarixi abidədə. Lahıc bizim tariximizdə ən böyük demək olar ki, Lahıc belə deyək də, tarixi abidələr ümumiyyətlə dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli olmaqla 3 qrupa bölünür. Bizdə sevindirici haldır ki, bayaq mən onu vurğuladım ki, 2 dənə qoruğumuz düşüb. Ancaq dünya əhəmiyyətli abidələr siyasında bizim Lahıc tarix mədəniyyət qoruğumuz dünya əhəmiyyətli abidələr siyasındadır. Ölkə üzrə 14 dənədir, onun biri İsmaildə yerləşir. Bu jurnalda da demək olar ki, bizim bütün tariximizi əhatə edən jurnaldır. Cavanşir qalası, Qız qalası, Alban məbədi, hətta. Söhbət edirsiniz, çayınızı dəvət edirsiniz. İsmail'in ən böyük... Sizə gəlməyəcək, gəl Bakıya gedən varsa, mən də gelə biləm. Baxan qoyum yerinə, size də götürmüşəm. Gəlsən, sondan qalır. Axırı kürsü. Yox, bəlkə də çünki. Açıda çoxlu şərt var. Ümumiyyətlə tədbirlər keçirilməsi yoldaşlar baxımından, tanışlar baxımından, körpü baxımından çox vacibdir. Yaşı çoxdur, həm də bir üstünə tədbir. Bugünkü gündə insanlar bəlkə də fikirləşməsə ondan ki, mən imtihana niyə gedirəm, bəlkə də iş olmur. Neçə yaşdan çıxardırlar? Ümumiyyətlə belə deyək də, indi yaş fərqi yoxdur. Bizdə 12 dənə,